Xocalı soyqırımı. Dünya tarixində bir çox faciələr baş vermiş, kədərli hadisələr yaşanmışdır. Bu faciələr, kədərli hadisələr içərisində Xocalı faciəsi daha böyük və kədərlidir. Əslində, Xocalı hadisəsinin yalnız faciə adlandırmaq doğru olmazdı. Çünki faciə insanların iradəsindən asılı olmayaraq baş verən hadisələrdir. Bəs əslində Xocalı hadisəsi nədir? 1992-ci il fevralın 26-sında nə baş vermişdi? Xocalı hadisəsi təkcə Azərbaycana, onun xalqına deyil, bəşəriyyətə qarşı törədilmiş ən ağır, misli görünməmiş cinayətdir. Çünki Xocalıda yalnız insanlar qətlə yetirilmədilər, insanlıq qətl edildi. Tarixdə olmamış yalançı soyqırımını dünyaya təbliğ edən ermənilər Azərbaycan xalqına qarşı əsl soyqırımı törətdilər. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə qətliam başlandı. Müasir silahlarla təchiz edilmiş 366-cı Rus alayının köməyi ilə Xocalıya hücum edən ermənilər yazıq və miskin maskalarını ataraq əsl simalarını göstərdilər. Bu simanın adı bütün vəhşiliyin, qəddarlığın fövqündə duran ermənilikdir. Hələ dünyaya gəlməyən körpəni belə qətl edən ermənilik. Xocalı Dağlıq Qarabağın ən mühüm şəhərlərindən biri idi. Onun böyük hərbi əhəmiyyəti var idi. Qarabağda yeganə hava limanı burada yerləşirdi. Xocalı həm də xalqımızın ən qədim yaşayış məskənlərindən və mədəniyyət mərkəzlərindən biri idi. Xocalı soyqırımı zamanı erməni cəlladlarının bu qanlı cinayətlərinin üstünü açmaq, onu dünyaya çatdırmaq üçün xalqımızın qəhrəman oğlu Çingiz Mustafayev misilsiz hünər göstərdi. Ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülən Çingiz Mustafayev o zaman Azərbaycan televiziyasının müxbiri idi. Fevral gecəsi şaxtalı bir gün. Əsası qoyuldu ən böyük zülmün. Xocalı qırğını, Xocalı hüznü. Vətən ağrısıdır bu matəm günü. O qarlı, şaxtalı, müsibət dolu. Gecəni hələ də unutmamışıq. Çörpə harayına yetə bilməyən çarəsiz alanı unutmamışıq. Nə əzab, əziyyət çəkdi körpələr. Bədənlər ayrıldı bir neçə yerə. Qaranlıq gecədə ayrıldı gözüm. Sahiblik etmədi bu vəsiyyəyə. Qoca zaman baxmadılar, Allah'tan da qorxmadılar. Neçə zaman susadılar, qaldı analar yaralı. Can Xocalı, vətənindən periş düşdü. İllər, aylar da ötüşdü, məzarlıqlarda görüşdü. Siləsi dərtli, qubalı, vay Xocalı. Neçə şəhidlər verdik, neçə ana itirdik, neçə illər düzlədik. Xocalı, ay Xocalı, tuz bastılar yarana. Layla Xocalım layla, düşdün güllə borana. Layla Xocalım layla, namərdi kim çağırdı. Göydən ölüm yağırdı, dinlər demək ağırdı. Layla Xocalım layla. Tarix deyir qədim şəhər, olmuşdu o nurlu səhər. Dərdə düşdü, boğuldu qəhər. Allah buna ad qoyaq, Xocalını unutmayaq. Unutmayaq ölümlərindən, əsli cifəni, mərhəm vəşətləri. Allah buna ad qoyaq, Xocalını unutmayaq. Od qalandı, oda düşdü, yaddan çıxdı, yada düşdü. Talihində ada düşdü. Allah buna ad qoyaq, Xocalını unutmayaq. Könlümüz dərddən yaralı, gözümüz səndən aralı. Diklərimi düşməndən dağlı, Xocalı, ay Xocalı. Gün gələr dərdimiz sona yetər, hər kəs öz yurduna dönər. Şəhidlərin sevinə, Xocalı, ay. Qaldı gecə, soyuq ay, Xocalıda qaldı hay. Ana ağlar, uşaq susar, düşmən oldu qanat ay.